bürcü 25 fevral 2026-cı il. Tələsməyin. Günü əvvəlcədən planlaşdırdığınız adamlarla yaxşı ölçüb biçilmiş hərəkətlərlə başlamaq daha yaxşıdır. İmprovizasiya üçün bu qətiyyən uyğun vaxt deyil. Asanlıqla qarışdıran müttəfiqləri səhv seçə, nəyisə gözdən qaçıra bilərsiniz. Xüsusilə yeni işə başlayan və hələ kollektivlə yaxınlaşmağa macal tapmayan qoçlar daha diqqətli olmalıdır. Kiminsə yanlış başa düşmək, bilmədən mübahisəyə səbəb olmaq riski var. Günün gedişində müsbət təsirlər tədricən güclənəcək. Günün ikinci yarısında çoxdan təxirə saldığınız bəzi işlərin öhdəsindən gələ biləcəksiniz. Bunun üçün müəyyən səy lazım olacaq. Amma söhbət sizin gücünüz çatacaq şeylərdən gedir. Ona görə xüsusi narahat olmağa dəyməz. Boğa bürcü 25 fevral 2026-cı il. Bugün uğuru insanlarla yola getmək, onlara düzgün yanaşma tapmaq bacarığınız sayəsində qazanacaqsınız. Yeni tanışlıqların dəstəyini almaq, ən çətin vəziyyətlərdə belə arxalana biləcəyiniz müttəfiqlər qazanmaq mümkün olacaq. Əgər əvvəllər rəhbərliklə və ya işgüzar tərəfdaşlarla ciddi fikir ayrılıqlarınız olubsa, bugün əsas məsələləri yenidən müzakirə etməyə dəyər. Ortaq məxrəcə gəlmək ehtimalı var. Gün maliyyə məsələlərini həll etmək üçün də uyğundur. Pul mövzusunda intuisiyanıza arxayın olun. Lazımsız alışlar etməyəcək, şübhəli sövdələşmələrdən uzaq duracaq. Üzərinizə artıq öhdəlik götürməyəcəksiniz. Sahibkar boğaları isə cəsarətli bir ideyanı həyata keçirmək üçün çatmayan vəsaiti necə artırmağın yolunu tapacaqlar. Əkizlər bürcü 25 fevral 2026-cı il. Gün əli yanınıza salmadan oturmayan və yalnız tanış işlərlə kifayətlənməyənlərə çoxlu yaxşı şey gətirəcək. Nəsə yeni bir şey sınamaq üçün əla məqam yetişib. Əgər uzun vaxtdır həyatınıza biraz rəng qatmaq haqqında düşünürdünüzsə, bugün mütləq bunun üçün şans olacaq. Gün həm yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq, həm də köhnə işgüzar əlaqələri möhkəmləndirmək üçün əlverişlidir. Bir vaxtlar birlikdə işlədiyiniz insanlara özünüzü xatırlatmaqdan çəkinməyin. Maraqlı təkliflər məhz onlardan gələ bilər. İş axtaran və ya işini dəyişmək istəyən əkizlər təşəbbüs göstərilməlidir. Diqqət çəkmək, uğurlarınız və nailiyyətləriniz barədə danışmaq fürsətini qaçırmayın. Xərçəng bürcü 25 fevral 2026-cı il. Çox iş görmək lazım olsa belə tələsməməyə çalışın. Boş tələskənliyi kənara qoyun və ardıcıl hərəkət edin. Bugün sizin üçün ən pis şey bir neçə işi eyni anda həll etməyə çalışmaqdır. Birincisi bu həddindən artıq yorucu olacaq. İkincisi isə səhv ehtimalı yüksəkdir. Həmçinin ətrafdakılar işlərinizə həddindən artıq qarışmasın deyə diqqətli olun. Səmimi kömək istəsələr belə başqaları bəzən sadəcə əlavə çətinlik yarada bilər. Pul və qiymətli əmlakla bağlı istənilən məsələdə daha diqqətli olun. Burada ən kiçik səhlənkarlıq belə bahaya başa gələ bilər. Yersiz düşüncəsizlik də eyni dərəcədə zərər verər. Əvvəldən planlaşdırmadığınız böyük alışlar etmək və ya haqqında tam məlumatınız olmayan birinin biznesinə pul yatırmaq arzu olunan deyil. Şir bürcü 25 fevral 2026-cı il. Bugün hər şey istədiyiniz qədər asan alınmayacaq və bu bəzi şirləri xeyli əsəbləşdirə bilər. Xüsusilə məqsədinə tez çatan insanlar emosiyalarını cilovlamaqda çətinlik çəkəcəklər. Rəhbər şirləri işçilərin ləngliyi tarazlıqdan çıxara bilər. Hamıya kömək edəcək tək şey isə səbirdir. Özünüz də tələsməyin, başqalarını da tələsdirməyin. Qəribə səslənsə də məhz bu yanaşma hədəflərə daha tez çatmağa kömək edəcək. Xırda anlaşılmazlıqlar, uğursuz təsadüflər, sənədləşmə zamanı səhvlər çox dəyərli olmasa da lazım olan bəzi əşyaları itirmə ehtimalı böyükdür. Buna daha fəlsəfi yanaşın və özünüzə tez-tez xatırladın ki, həqiqətən vacib məsələlərdə bugün səy göstərsəniz, uğur qazana bilərsiniz. Qız bürcü 25 fevral 2026-cı il. Günün başlanğıcı son vaxtlar çoxlu mübahisə və fikir ayrılığı yaradan çətin mövzuları müzakirə etmək üçün əladır. Bu dəfə hamını qane edən bir həll tapmaq mümkün olacaq. Hərçənd bu dərhal alınmaya bilər. Bəzi qızlar mübahisə edənləri barışdırmaq üçün diplomatik bacarıqlarını da göstərməli olacaqlar. Bürc nümayəndələri bunun öhdəsindən əla gələcək və bir çoxları onlara minnətdar qalacaq. Ünsiyyət dairəsini genişləndirmək istəyənlər üçün xoş tanışlıqlar qurmaq şansı yaranacaq. Uzun müddətli dostluğun və ya gözəl bir romantik hekayənin başlanğıcı istisna deyil. Amma bu insanın sizdə hansı hisslər oyatdığını anlamaq üçün sizə biraz vaxt lazım olacaq. Burada tələsmək qətiyyən olmaz. Tərəzi bürcü 25 fevral
2026-cı il. Asan olmayacaq, amma təcrübə, sağlam məntiq və iti intuisiya sayəsində bu günün hazırladığı bütün sınaqlardan keçəcəksiniz. Xüsusilə gənc tərəzilər üçün gün çətin ola bilər. Qarşılarına yeni problemlər çıxacaq və uğurlu həll dərhal tapılmaya bilər. Daha yetkin bürc nümayəndələri işgüzar sahəyə xüsusi diqqət ayırmalıdır. Həmkarlarla və ya tərəfdaşlarla gözlənməz fikir ayrılıqları vacib bir layihə üzərində işi vaxtında bitirməyinizə mane ola bilər. Maliyyə məsələləri ilə məşğul olmaq, böyük məbləğ xərcləmək, vacib sənədlərə imza atmaq məsləhət deyil. İş axtaran tərəzilər münasibətlərdə çox diqqətli olmalıdır. Elə bir risk var ki, sizi şübhəli bir işə cəlb etməyə çalışsınlar. Əqrəb bürcü 25 fevral 2026-cı il. Səhər üçün nə çox çətin işlər, nə də vacib görüşlər planlaşdırmaq yaxşı deyil. Düşüncələrinizi toplamaq, ciddi köklənmək üçün sizə biraz vaxt lazım olacaq. Üstəlik gün ortaya qədər bir çox əqrəb adət etdiyindən daha ləng ola bilər. Buna görə daha enerjili tərəfdaşlarla və həmkarlarla yola getmək çətinləşə bilər. Bəzən onların tempinə çatdıra bilməyəcəksiniz. Ona görə də əvvəlcə asan və xoş, başqalarının müdaxiləsini tələb etməyən işlərdən başlayın. Yarımçıq qalan xırda məsələləri xatırlayın. Ola bilsin, bu dəfə hamısını yoluna qoymaq alınsın. Oxatan bürcü 25 fevral 2026-cı il. Bir çox iş üçün əlverişli gündür, amma əvvəlcə yaradıcılıqla yanaşa biləcəyiniz mövzulardan başlamaq yaxşıdır. Böyük ehtimalla əla ideyalarınız yaranacaq və onlarla birlikdə planlaşdırdığınız işi həyata keçirməyə başlamaq imkanı da olacaq. Lazım olandan artıq tələsməyəcəksiniz, amma yenə də kifayət qədər sürətli hərəkət edəcəksiniz. Həmkarlar və tərəfdaşlar hər zaman sizə çatdırmaya bilər. Daha çox vaxta ehtiyacı olanları tələsdirməməyə çalışın. Günün birinci yarısı planlaşdırma üçün uyğundur. Siz həm ümumi vəziyyəti, həm də öz gücünüzü düzgün qiymətləndirəcək. İllüziyalara qapılmayacaqsınız. Bir çox oxatan anlayacaq ki, əvvəlcə nəyə girişmək lazımdır, nəyə isə sonraya saxlamaq daha yaxşıdır. Sonra maliyyə məsələlərini həll etmək üçün uğurlu zaman gələcək. Pulu necə xərcləməyin doğru olacağını tez anlayacaqsınız. Öz biznesini inkişaf etdirməyə fokuslananların isə yeni bazarlara çıxmağına kömək edəcək tərəfdaşları yarana bilər. Oğlaq bürcü 25 fevral 2026-cı il. Bugün peşəkar və ya əyləncə tədbirlərinə gedən oğlaqları qeyri-adi görüşlər gözləyir. Əvvəllər haqqında çox yaxşı sözlər eşitdiyiniz insanlarla ünsiyyət qurmaq şansı olacaq. Elə ola bilər ki, məhz onlardan xüsusilə dəyərli məlumat və ya çox yerində məsləhətlər alasınız. Gün yeni işlərə başlamaq üçün əlverişlidir. Əvvəlcə necə uğur qazanacağınız aydın olmasa belə, siz tezliklə hər şeyi başa düşəcəksiniz. Çoxdan əldə etdiyiniz biliklər işə yarayacaq, amma daha da faydası müttəfiqləri düzgün seçmək və lazım olan anda onlardan kömək istəmək bacarığınız olacaq. Dolça bürcü 25 fevral 2026-cı il. Səhərdən işə girişsəniz çox şeyə çatacaqsınız. Günün birinci yarısı xüsusilə elmi tədqiqatla məşğul olan, məlumat toplayıb analiz edən və sonra hamı üçün vacib nəticələr çıxaran dolçalar üçün çox məhsuldar olacaq. Siz dərhal nəyə diqqət yetirməli olduğunuzu anlayacaq, böyük rol oynaya biləcək xırdalıqları gözdən qaçırmayacaqsınız. Demək olar ki, maliyyə baxımından gün tam uğurlu olacaq, amma alış-veriş üçün uyğundur. Bəzi dolçalar uzun müddətdir axtardıqları əşyaları tapa və ala biləcəklər. Balıqlar bürcü 25 fevral 2026-cı il. Ümumilikdə gün pis deyil, amma ondan çox şey gözləmək yəqin ki, səhv olardı. Bununla belə həyatın bütün sahələrində kiçik də olsa yaxşılığa doğru dəyişikliklər mümkündür. Üstəlik əvvəllər qaçırdıqlarınızı kompensasiya etmək, peşman olduğunuz səhvləri düzəltmək şansı yaranacaq. İşlərdə uğur qazanmağa israr və dözüm kömək edəcək. Vacib bir məsələni həll etmək üçün bir neçə cəhd lazım ola bilər. Qarşınıza maneələr çıxsa, onlar tək başına aşmağa çalışmayın. Böyük ehtimalla məhz lazım olan anda yanınızda çiyin verəcək müttəfiqlər tapılacaq. Sadəcə hansı çətinliklərlə üzləşdiyinizi açıq deməkdən və sizə necə kömək edə biləcəklərini bildirməkdən çəkinməyin.